Zülfiyə xanım, bir şey deyim sizə, o diqqətimi çəkdi. Siz bu yarışlara gedəndə, məsələn, ötən il getmisiniz, ondan öncəki il getmisiniz. Yarışlara elə milli komandanın üzvü kimi getmisiniz də siz. Bəli, Azərbaycanın bayrağını qaldırıb milli komandanın üzvü kimi, amma öz hesabıma. Amma niyə öz hesabınızı onu bilmək istəyirəm. Çünki Judo Federasiyası pul vermədi bizə ki, biz heç kimə vermədi idmançılardan, yoxsa bir dənə müəllim var idi, müəllimimizə verdilər, milli komandanın müəlliminə, amma heç bir idmançıya vermədi. Amma ilin axırı, maraqlıdır ki, Səidə xanım, ilin axırında, məsələn, baxarsınız, ilin axırında deyəcəklər, judodan bu qədər dünya çempionatında qızıl, bu qədər də Avropada. Onda mənim medalımı niyə hesabat verəndə deyirsən? Demə də, onu mən axı öz hesabıma gedib udmuşam. Yox, sadəcə mən bir şeyi, mən yenə deyirəm, mən idman sahəsini dərindən bilmirəm, amma mən bilirəm ki, idmançılar dövlət hesabına getməlidirlər o yarışlara. Necə olur ki, Judo Federasiyası sizi öz hesabınıza göndərir, maraqlıdır. Biri var ki, deyir başını belə qaşıyasan, biri var belə qaşıyasan, belə qaşıyan. Hər necə qaşımağına nasıl olmuyor? Belə qaşıyanlar çoxdur ona görə. Yəni dövlətin ayırdığı vəsaiti necə istəyirsən qaşı, istəyir belə qaşı, istəyir belə qaşı. 2 il bir dəfə elədilər Dubayda olanda yarışda. Ondan sonra dedilər büdcəmizə ziyandır. Ondan sonra da yəqin ki, büdcələri çox azaldı və eləmədilər öz hesabıma. Şəxsən öz hesabıma getdim və bu ildə dedim ki, artıq mən idmana nöqtə qoyuram. Çünki nə mənim o qədər, mən təqaüdlə dolanan adamam. Mən niçin hər dəfə hansısa bir dostuma deməliyəm ki, mənə sponsorluq elə, mən yarışa gedirəm. Gülməlidir, mən bu saat kiməsə sponsorluq eləməliyəm. Kimsə mənə yox.